Hər vaxtınız xeyir olsun. Gündəm xəbər nefrində günün ənənəvi olaraq hava haqqında məlumatını diqqətinizə çatdırırıq. Bugün yanvarın 5-idir və yanvarın 6-sına olan günün hava haqqında məlumatını Milli Hidrometeorologiya Xidmətinə istinadən diqqətinizə çatdırırıq. Belə ki, Bakıda və Abşeron yarımadasında yanvarın 6-sında hava şəraiti dəyişkən buludlu olacaq. Əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidməti məlumat verir ki, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2-4 dərəcə, gündüz isə 9-12 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcəyi istisna edilmir. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir. Dağlarda isə gecə 3-8 dərəcə şaxta, gündüz isə 5-10 dərəcə isti olacaq. Qeyd eləyək ki, gecə bəzi dağlıq ərazilərdə isə yolların buz bağlama ehtimalı var.